Burada bu gündə də gəlib yığışdıracağam. Bu videoya baxan hər kəsdən çox xahiş edirəm. Nə olar, başınıza dönün. Bu videoya fırlamadan axıracan baxsaq çox sevinərəm. İndən təşəkkür edirəm hər birinizə. İnşallah ki, hər birimiz axıracan baxsaq, bəlkə də mən bu videoda 4000 saatı dolduraram. Çox xahiş edirəm sizdən. Başınıza dönün, nə olar. Çox xahiş edirəm. Bu video mənim 4000 saatımı aça bilər bəlkə də. O da sizlərin sayəsində ola bilər. İnşallah ki, bu videoya axıracan baxarsınız, keçmədən baxarsınız. İnşallah Allahın izni ilə. İndən təşəkkür edirəm, var olun, çox sağ olun. Arzum budur ki, 4000 saatı keçim. İnşallah keçərəm Allahın izni ilə. Tək başıma 3 uşaqla çölə necə çıxıram. Yolda məni nələr gözləyir. Çəkiliş eləyə. Gedək görək məktəbdə sənin işi həll eləyək. İncənin məktəbdə işini həll eləməyə gedirəm. Bir dənə bunu bağlayım gəlim. Vaxt da gedir yaz. Kızlar poza verin, kızlar poza verin. İndi sən poza ver. Çölə çıxırıq, getdik. Ya Allah, bu günün istəsində biz necə gedəcəyik? Ha? Aslında buranı bağlamadım. Uşaqlar axşam parka aparacam, indi yox, çünki hava çox istidir. Bilmirəm bala kimin çörəkdə, amma orası insanlar yığışacaq. Koftan yer eləmə də, koftan niyə eləyirsən? Qoy biri dursun da qəşək. Yer eləmə. Qoy sarıqəl dursun. Hə, düş. Düşün, yavaş düşün. Yavaş, baba o belin qoydu yerə. Düş, yavaş. Ay qız, 250 elə tutun. 250 elə tutun, mən də kareşkanla gələm. Yerə, dəriyə. Düşün, gələm. Yavaş, Pəriş, yavaş düş. Düşək bizdə. Düşək yerə. Yerini çəkirəm, yeri get. Yeri getdirəm, ağzı verirəm. Və artıq düşdük yerə. Gedirik. Bir dənə gedək gələm. Mənə bax, Pərvanə, mənə bax. Bu əvət dəryana göstərək. Kesin çəkirəm. Qalxmayın. Yavaş sürün. Hə, keç. Bir dənə kefdə olan dəryadır. Qızlar, yavaş. Qızlar, qaçmayın. Pəriş, İnci. Qaçmayın da de. Ay qız, yavaş görün maşınları. Toz ol, bir yüşəpiyim. Ne kadar tozla şimdi. Kesin. O da parkımız. Mama sen aldı. Dondurma. Ha, İnci. Sonra blok çəkmək asıl deyil. Tek başına tişörtlə heç asıl deyil. Keçin. Dayan ölməkdir. Keçin. Deməli qızlar, çatdım evə artıq.
Belə oldu. Çölə çıxıb gəlmək belə oldu. Salam dəyərli izləyicilərim. Bugün sabah vlogu çəkmək istəyirəm. Sabah vlogu deyəndə də sabah vlogu qalmadı. Bir günümü sizinlə bugün bir günümü bölüşürəm. Və hər yandadır, belə deyək. Deməli, mən bu sabah vlogunu çəkəcəkdim. Sabah xeyir Dərya. Sabah xeyir qızlar. Mən çəkəcəkdim bu sabah vlogu. Amma ki, durdum, axşam telefon qoyub zaytqəyə yatmışam. Durub nə görsəm yaxşıdır. Görürəm ki, yığmayıb. Sönübdür, elə adaptörlə sönüb. Biraz qorxdum ki, ay Allah, yenə xarab oldu. Yox, xarab olmayıb. Çox şükür, sadəcə yığmayıb nədənsə. Bilmirəm nədən yığmadığım. Amma çox şükür ki, əsas odur ki, yanır, işləyir. İndi 20% zaytqası var. Deyim, bir dənə açım, belə göstərim. Yəni, yeməyi falan yemişik. İndi süfrəni yığışdıracağım. Süfrəni yığışdırıb, buranı yığışdırıb gəlirəm. Çünki zaytqa azdır, çəkə bilmirəm bir-bir. Bircə bu 4000 saatımda olsaydı Allahın izinə telefonu dəyişərdim. Ancaq Allaha vlog çəkməyə görə istəyirəm. O qədər əsəbləşirəm ki, bu belə olduğuna. Aycan! Yenə bu oyunda qismət olmadı sabah vlogu çəkməyə. Bizə nəsə qismət olmur da o sabah vloqunu çəkməyə də. Nəysə, başlayaq işə gücə. Bir də dəyərli izləyicilərim, bir söz soruşum sizdən. Qızlar, oturun söz soruşun. Siz pastellərinizi neçə gündən bir dəyişirsiniz? Mən 3 gün oldu, 3-cü günü dəyişirəm, mütləqdir, dəyişməliyəm. Ürəyim sıxılır. Yoldaşıma deyir ki, niyə sən dəyişib? 3 gündən bir azdır. Ən az deyir, 5 gündən bir dəyişdir. Nə olub, deyir. Sizə 3 gündən bir dəyişmək normaldır, yoxsa anormaldır? Şərtdə yazsa sevinərəm. Bir də ki, buna ütü çəkməyim var. Valla mən o vaxtda TikTokda paylaşana yazırdılar. Buna ütü çək falan. Valla mənim vaxtım yoxdur. Ütü eləyəcək vaxtım yoxdur. Həm də yerim yoxdur. Mən ütü masam falan yoxdur. Yerdə alınmır. Uşaqlar özünü yandırar dedim. Ütüdən az istifadə edirəm. Bu da yığır yerə. Yerə yığırsan. Bugün inşallah qismət olsa uşaqları çimizdirmək istəyirəm. Dünən çimizdirmişim, prosta hava istidir də. Yorğun olmasam çimizdirəcəm bu oyunda. Qızlar, nə edirsiniz? Deməmişəm telefona baxmıyorum. İndi canlı açıram. Verin siz televizora. İnci sən dərsi ver, İnci. Sən dərsi ver. Ümumiyyətlə ikimiz də dərsi. Dərya televizora baxar. Telefon çox verəm deyirəm. İndi vlog çəkirəm deyirəm vermişim mənim uşağım. Ne diyorsun? Niye? Niye? Yaxşı. Ben yeri yığdım. Belə oldu. İndi isə süfrəni yığışdıraq. Süfrəyə də bir dənə belə eləyək. Yox, gözlüm. Bom. Və niyə o da qalmır? Hə. Yox. Süfrə də yığışıldı. Yer də yığıldı. Qaldı evin ortası belə. Buralıq qaldı. Belə. Gedək bu arada mətbəxdə göstəreyim. Burada çili paltarlar var. Yenə su olub daşdığına görə, yenə bunu keçirdiyim müvəqqəti bura. O gün yenə mən başladım. Buralıq bu gündədir. İndi yığışdıracağım buralıq da sizlə bərabər. Ay Allah. Şişdi yaz. Ay Allah deyib baxın. Baxın şişdi. And Allaha şişməmişdi. Su oldu. Şişdi. Heç nə. Baxın xarab oldu. Xeyirli olsun ailəməm. Gözün aydın.
İndi bu suyu bağlamışıq. Yəni burada qab yuya bilməyəcəm də, elə bir ki. Heç nə, qabları professorda yuyacam. Leyəndə falan. Heç nə. Buralıq elə heç su idi. Görürsünüz əskiləri. Əskilərlə anca sildi. Şif qapağı da örtülmür artıq. Bunun kimi rahat. Bunun kimi rahat örtülmür. Bu da şif, fikir verirsiniz. Allah. Heç nə, yoldaşımın vaxtında pulumuz olmadı, müdaxilə eləmədik. Şilankı dəyişdik, təzən zırıldı. Və dünən yalvardım, gida almadı, dəyişmədi. Onun üçün də bax, mebel şişdi. Çox pis oldu. Bax. Bütün günüm belədir, nədir? O kofta dəyiş, tez. Sən də koftozu dəyişin. Dəyişin, gedirəm başqasını getirməyə, qəşəng. Nəysə, dəyərli izləyicilərim. Deyirəm, koftozu dəyiş, nə deyirəm? Nəysə, dəyərli izləyicilərim. İndi evi süpürməyinə çəkərəm. Dəri ağlayır, biraz saç keçdirək. Mətbəxi yığışdırdım belə. Yığışdırmışam. Və artıq orada qab yuya bilmədiyimə görə gəldim bura. Burada yumağı qabları. Buradan da sözün açığı çox simsinirəm. Çünki mən burada qabılmamışam birdən ki. Onun üçün içinə qoymuram, liyəni falan görəsizindir. Gördüm çox uzun olur ki, bəlkə elə burada mən 2 saat qabılmışam, yalan olmasın. Əslində bu vloqa paltar qatlama, süpürmə, silmə eləyəcəkdim. Gördüm ki, yox, 2 saat vaxtım getdi. 18:00-a vaxtım qalmır. Onun üçün deyim, qoy ev yox, belə bir vlog olsun bu da. Ev ki, necə deyim, günlük həyat amma yemək pişirmə falan yoxdur içində. Niyə yoxdur? O da ki, elə olduğuna mətbəx falan rahat deyil. Bir də mənə səhər vlogu çəkmək qismət olmur nədənsə. Qəşəng röyüm istəyən kimi çəkə bilmirəm. İnşallah ki, görüm, krant düzəlsə sabah çəkərəm Allah'ın izniyle, sabah çəkərəm. Burada belə qabları yuyuram. Amma bir yuyuram da. Bir yuyuram. Çünki hamısını belə yuyamıram. Bir də yorumları oxudum. Görüm, indi vaxt olsa yerləşdirəcəm bura, siz də oxuyarsınız. Yox, əgər vaxt olmasa elə promoy şey deyərəm də. Dümdüz vlog olar. Eləmə, dişləmə, bacıvı dişləmə. Gözəl bacımız yazıb ki, məncə məsələn 5 saatlıq uşaqlara atası baxsın, siz çöl vlogu çəkin. Həyatda elə bir şey ola bilməz, yoldaşım ona razı olmaz. Yoldaşım necə deyim, uşaqlarla çox çətin yola gedir də, incidir uşaqlar yoldaşımı. Qışqırır, səbirsizdir yoldaşım. Deyərəm, əgər razı çəkərik, amma bilirəm ki, razı olan deyil, əsla. Hə, mən uşaqlara baxım, yoldaşım çöldə çıxsın, vlog çəksin, o eləyər. O rahat da onun üçün. Amma belə inanmıram, əsla. Ona razı olmaz. Görək, başqa nə şərh var? Banu bacım yazıb ki, bacı qızın hərəsən 5 dəqiqə kamera ver, özlərini çəksin, həyatların daha maraqlı olar. İnşallah gələn vlogda ola bilər. Bu vlogda getdi, gələn vlogda başlığı uşaqlar başlada bilər. Deyərəm, çəkərlər. Məncə maraqlı olar. Onu eləmək olar, eləyərik inşallah. Keçək o birisi suala. Uşaqlara 1-2 saat ataları baxsın, mənim adımı demədiz videoda. Adım Fatimədir, ürəyim, lap yaxşı, gözəlim. Amma ki, uşaqlara atası inanmıram. Sınıyarıq amma. Belə qışqırtma kimi ola bilər. Uşaqlar qışqırtsın yoldaşımı. Mənə çıxım çöldə gəzdim, bəh. Elə bir qışqırtma kimi eləyə bilərik bəlkə də. Çox yalvarsam eləyə bilərik. Belə maraqlı sözlər olsa gülməli, maraqlı, fərqi yoxdur. Şərhlər yazın.
Mən də videomda səsləndirim. Həm sizə maraqlı olsun, həm mənə. Düzdür, bunu eləmək çətindir. Burada bindirmə söz var, onsuz yazırsan, şəkil seçirsən, şəkili, ondan sonra kəsirsən, yerləşdirirsən, sonra səsi açırsan, amma ki, dəyər də, məncə əziyyətə dəyər, belə deyim. Və hələ də bitməyən o qabları yuyuram. Bu arada uşaqları çimizdirmək istədim. Su elə olduğuna çimizdirə bilmədim. Hal-hazırda indi səsləndirmə eləyirəm. Və suyun qızmanı gözləyirəm. O 2 ay qaldığımız evin, elə bir ki, Aristonunu. O duşu falan istifadə edəcəm. Belə görüm inşallah bu vlogu atandan sonra ola bilsin ki, başqa vlogların tam danışırdım, yenə zaletka düşdü, 10% düşdü. Amma fakt budur ki, səsləndirən 100% idi. Nə qədər axır ilahi, əsəbləşdirəməyin valla. Bir də onu deyim ki, əziz dəyərli izləyicilərim, istəyirəm ki, inşallah TikTokda, Instagramda da aktiv olam. Üçündə də daha doğrusu aktiv olmaq istəyirəm. Siz nə düşünürsünüz? Məncə üçündə də aktiv olsam, oradan da mənə YouTube-ma izləyicilər gəlir.